Enerjinin qədərini çoxalmaq üçün, bax, enerjini çox bloklayır, həqiqətən də neqativ düşüncələr çox bloklayırlar. Neqativ düşüncə yenə də olmalı deyə ola bilər də, amma qədəri çox olanda, bir də insan özünə qarşı çox tələbkar olanda, belə gözləntiləri biraz real olmayanda, gözləntiləri kimlərdənsə, özünənmi, nədənmi aşırı olanda, o da enerjini azaldır insanda. İdman eləmək, ümumiyyətlə hərəkətdə olmaq, bu özü enerjini daha da artırır. İdman, adi iş görmək yox, adi nəsə getdin, aldın, gəldin, evdə nəsə təmizlədin, düzəltdin, o yox. Əsl idman, o özü həqiqətən də enerjini daha da yüksək eləyir insanda. Bir də fizioloji tələbatlarına duyarlı olun. Tutalım, susudunsa 5 saatdan sonra gedib içməyəsən. İndi mən orucluq ayından danışmıram, ümumiyyətlə danışıram da. Hə, yəni ki, tələbatların var ha, hə? Gezmək istəyirsənsə, hə, gez. Bax, vaxtı-vaxtında eləmək. İstədiyin şeyləri vaxtı-vaxtında eləyəndə onda sənin enerjin də çox olur. Yəni bir var sən əli tutursan, saxlayırsan, yox, hələ yox, indi yox, hələ yox, sonra, indi vaxtı deyil, hələ vaxtı deyil. Onu özüm üçün hələ eləyə bilmərəm, bunu eləyə bilmərəm, hələ qoy uşaq üçün eləyim, onun üçün. Bildiniz necə bir şeyləri sonraya çox saxlayanda, sən nəyinirsən, sən içində o yaşamaq istəyi səndə azalır. Yaşamaq istəyi azalanda enerji hardan olsun? Yəni enerji bir çox şeylərlə artırmaq olar. Müsbət söhbət sizinlə eləyəcək insanlarla kimə dərdinizi danışa bilirsiniz, bölüşə bilirsiniz, o gic-gicdir zarafatlar eləmək, uşaq kimi, biraz özünə uşaq kimi yaşamağa icazə vermək, bəzən sırf uşaq kimi. Yəni özünə sərbəstlik verəndə, bax, hansı insanlarda enerji çox az olur, öz sərbəstliyi hələ heç vaxt dadmayıb, sərbəst yaşamaq nədir bilməyib, düşüncələrində belə sərbəstlik yoxdur, düşüncələrində özünə belə nə qədər qadağalar qoyur, o insanın enerjisi mümkün deyil çox olsun. Enerjinin qədərini çoxalmaq üçün, bax, enerjini çox bloklayır, həqiqətən də neqativ düşüncələr çox bloklayırlar. Neqativ düşüncə yenə də olmalı deyə ola bilər də, amma qədəri çox olanda, bir də insan özünə qarşı çox tələbkar olanda, belə gözləntiləri biraz real olmayanda, gözləntiləri kimlərdənsə, özünənmi, nədənmi aşırı olanda, o da enerjini azaldır insanda. İdman eləmək, ümumiyyətlə hərəkətdə olmaq, bu özü enerjini daha da artırır. İdman, adi iş görmək yox, adi nəsə getdin, aldın, gəldin, evdə nəsə təmizlədin, düzəltdin, o yox. Əsl idman, o özü həqiqətən də enerjini daha da yüksək eləyir insanda. Bir də fizioloji tələbatlarına duyarlı